istifadeye verilmiştir. Eyni zamanda Heydər Əliyev mərkəzi analogu olmayan, mən deyərdim ki, analogu olmayan Heydər Əliyev mərkəzi tikilib istifadeye verilmiştir. Hal-hazırda rayonun hər bir yerində küçə və Bugün Gənclər Sarayının şef-poveri əzizimiz Süleymanın qardaşı balasının xeyir işidir. Öz növbəmdə göz aydınlığı verirəm. Allah xoşbaxt eləsin. Toydan gözəl kadrları çəkib paylaşır. Zencele zencele, o kara kıza zencele, o seni çok sevir, her zaman o zencele. Zencele zencele, o kara kıza zencele, o seni çok sevir, her zaman o zencele. Aparılan gendə qoruma tədbirlərinin miqyasının və keyfiyyətinin əyani göstəricisidir. Dövlətimizin başçısına Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər Mərkəzinin planı təqdim olunub. Prezident İlham Əliyev İmişli rayonunda yeni yaradılan Bayraq Meydanı ilə də tanış olub. Əzəmətli